Salam əziz şagirdlər. Bu günləri də faiz nisbət tənasüb bölməsinin çalışmalarını yazacağıq Mətn Tağıyevdən. Deməli bizə tənasübü göstərin deyir birincisində. Tənasübü göstərin deyəndə biz demişdik ki, burada bölmələr var. 6-dır, bu da 18. Kənar hədlərlə orta hədləri birinci ayırmalıyıq. Burada kənar hədlərimiz 6 və 18-dir. Orta hədlərimiz, yəni ortada qalanlardan söhbət gedir. Burada orta hədlərimiz də 9 ilə 12-dir. Biz kənar hədlərin, orta hədlərin hasili bir-birinə bərabər olmasını demişdik. Ona görə 6-nı 18-ə vuranda, 9-u da 12-yə vuranda eyni cavab almalıyıq. 6-nı 18-ə vuranda 108, 9-u 12-yə vuranda o da 108. Əgər aldığımız cavablar bərabərdirsə, demişdik ki, bu onda tənasüb olmuş olacaq. Əgər deyillərsə, biz demişdik ki, həmin həllər tənasüb olmayacaq. İndi 2-ni də göstərək burada. 2-də də görürsünüz, kənarda qalanlar 15 və 0,8-dir. Kənar hədlərimiz 15 və 0,8-dir. Orta hədlərimizə baxırıq, görürük ki, 5 ilə 3,4-də bizim orta hədlərimizdir. 3,4. Yenə də 0,8-i 15-ə vuracaq. Bərabər eləyəcək 5-i 3,4-ə vurmaya. Baxaq, 0,8-i 5-ə vuranda görək neçə eləyir? 10 2 eləyir. 5-i də 3,4-ə vuranda o da 17 eləyir. Baxın, 12 ilə 17 bir-birlərinə bərabər olmadığına görə mən də buna nə deyəcəm? Tənasüb deyil deyəcəm. Yəni, yoxladı, gördük ki, cavablar bir-birinə bərabərdirsə tənasübdür. Bərabər deyilsə, nədir? Tənasüb deyil. Məsələn, 3-də artıq heç ayırmağa belə ehtiyac yoxdur. Çarpaz şəkildə 4 gedib 5-ə vurulacaq. 4-ü 5-ə vuranda 20, bu 3 də gedəcək 7-yə vurulacaq. Burada yazmalıyıq. 20 bərabərdir 21-ə. 20 21-ə bərabər olmadığına görə deyəcəyim ki, bu da nədir? Tənasüb deyil. Gəldi ikinci çalışmaya. İkinci çalışmada, digərlərin də o çalışma birdə hamısı bu şəkildədir. İkinci çalışmada x yenə də kənar hədləri, orta hədləri. Və gördüyünüz kimi çalışma 2-dir. Kənar hədlərimiz x ilə 20-dir. Orta hədlər 4 ilə 10-dur. İndi biz demişdik ki, x-in dostu olan həmişə məxrəcdə olur. Yuxarıda da qalacaq 4 vurulsun 10. Yəni, indi orta həddi, kənar həddi fərq eləmir. Sadəcə x-in dostu kənar həddə də ola bilər, orta həddə də ola bilər, həmişə məxrəcə düşür. 20 ilə 4 ixtisar gedir 5 dəfə. 10 ilə də 5 ixtisar gedir 2 dəfə. Cavab elədi 2. Deməli, birincinin cavabı olmuş oldu 2. İndi qoy bir dənə 2-dən də yazım burada. İkincidə də yenə də eyni. Kənar hədlər orta hədləri ayıracaq. Qoy bunun üstündə yazım ki, kənar həddə x bir də 6-dır. Orta hədlər 4 bir də 12-dir. Yenə baxıram, x-inlə dostluq eləyən 6 oldu. Onun da həllində necə olacaq? X-in dostu 6 olduğuna görə atdım məxrəcə. 4-ü də vurdum 12-yə. 12 ilə 6 gedir 2 dəfə, 4-ü 2-yə vuranda 8. Deməli, bunun da cavabı olmuş oldu 8. Bir dənə də buradan 5-i göstərirəm. Yəni, hamısı eynən bu qayda ilə gedəcək. Məsələn, yenə də deyək, burada kənar hədlər nə olacaq? Kənar hədlərimiz olacaq 72 və 2x. Orta hədlərimiz olacaq 48 və 30 olmuş olacaq. İndi x-in dostlarına baxıram. Bax, burada 2 dənə x-in dostu olmuş olur. 72 də 2 də x-in dostudur. Onda mən tənliyi həll eləyəndə həm 72-ni, həm də 2-ni məxrəcə atmış olacaq. Bayaqdan x-in dostu bir dənə ədəd idi, bir dənə məxrəcə atırdı. İndi görürsünüz, 72, 2, 2 dənə ədədi var. Ona görə ikisini də atdım məxrəcə. 48-i də vuracağım 30-a. Belə deyək, 48 ilə 72, hər ikisi 24-ə gedir. Bu 24-ə gedir 2 dəfə, bu gedir 3 dəfə.
Sonra 3 ilə də 30 gedir 10 dəfə. 2-ni də 2-yə aparacağam bir dəfə, bu da bir dəfə. Yəni 3-dən bir dəfə gedirdi yazmalı. Deməli cavab elədi 10. 2 dənə dostu olduğuna görə x-in, ona görə də ikisini də məxrəcə atdı. İndi əgər çalışma 3-dən danışım, digərlərinin də hamısı bu şəkildədir. X-ilə dostluq eləyənə at məxrəcə, birinə vurub özünə əziyyət vermə. İxtisar apar, daha rahat olsun sənin. Kəsrli də qala bilər, heç bir problem yoxdur. Üçüncüyə gəldik. 42% onluq kəsir şəklində göstərin. Baxın, biz demişdik ki, əgər bizə faiz verilirsə, faiz verilib ədədə getməyimizi istəyirsə, o zaman 100-ə bölürük. Yəni 42% verilib mənə. 42% verilibsə, mən bunu 100-ə böləcəm. Faiz olaraq verilərsə. 42-ni də 100-ə vuranda 0-dan %42 olmuş olacaq. Hazır. Baxın, yenə də faiz verilib. 6 tam %72 faizli axı. Yenə 100-ə böləcəm. Baxın, vergüldən sonra 2 dənə ədəd var burada. Mən də 2 dənə əlavə eləyəcəm. Onda deməli, vergüldən sonra 4 dənə ədəd olmuş olacaq. 2. Ya da sizə bir dənə belə qayda demişdim. Bu cür də yaza bilərdim əslində. Deyərdim ki sizə, məsələn bunu qoy qırmızı ilə göstərim. Əlavəni. Aha. Biz demişdik ki, burada istəsəm bunu itirməkdən ötürü, məsələn bu vergül itirmək, aşağıya 2 dənə 0 verəcəm. Vergül getdi. O zaman yenə də görürsünüz, vergüldən sonra neçə dənə ədəd olmalıdır? 4 dənə. Ona görə də onluq kəsirlə çevriləndə bu şəkildə olur. Birdən mənə onluq kəsir şəklində verərsə əgər nə edəcəm? Onda isə faizə getməkdən ötürü 100-ə vurulacaq. Yəni faizdən ədədə gedəndə 100-ə bölünür, ədəddən faizə gedəndə 100-ə vurulur. Bu bir dənə vergülə görə bu 0 gedəcək. 235-i 10-a vuracaqsan, eləyəcək 2350. Məsələn, burada da belədir. Onluq kəsirdir. Faiz görürsünüz, faiz işarəsi yoxdursa yanında böləcək. Faiz işarəsi yanında varsa böləcəksən. Faiz işarəsi yanında var, böləcəyəm. Əgər faiz işarəsi yoxdursa yanında, deməli vuracağam. Görsən faiz işarəsi yoxdur, deməli bu vurulacaq 100-ə. Görsən faiz işarəsi yoxdur, deməli vurulacaq 100-ə. Görürsünüz faiz işarəsi yoxdur, deməli 100-ə vurulacaq. Məsələn, 25-i 100-ə vuracağam burada da. 25 vurulsun 100, onda olacaq 2500 faiz olmuş olacaq. Əgər yanında faiz işarəsi yoxdursa 100-ə vurulur. Əgər varsa 100-ə bölünür. İndi gəldik çalışma 4-dən danışmağa. Çalışma 4-də bizə nə deyir? Demişdik ki, bunu nisbət formasında. Nisbət ki, gördük, yadımıza K düşür. 1, 2, bir də 3 varımızdır. Mən burada 1, 2, 3-ün yanına K atacağım. Və həmin ədəd nəyə bərabər eləyirsə, yəni 480-a bölüb axı, ona görə də belə yazacağım. Bu əlavələri silim. Aha. 1 yazıb burada, məndə 1K. 1K əslində 1 yazılmadığına görə elə mən K yazdım bunu. Üstə gəlsin. 2K düz mütənasibdir ya da mütənasibdir. Eyni şeydirlər bunlar. Üstünə gələcəm 3K bərabərdir deyəcəm 480-ə bərabərdir. Mən bu K-ları toplasam 1K, 2K, bu da 3K eləcək 6K. Bərabərdir 480-ə. K bərabər olacaq. Hər tərəfi 6-ya bölsəm ya da K-nın dostunu atacağım məxrəcə. Belə də deyə bilərəm. K bərabər oldu 80-ə. İndi gəldik. Məndən nə istəyir? Böyük ədədi. Bax, bunlardan hansı böyüdür? 1, 2, yoxsa 3? Təbii ki, 3. Onda 3K böyüdür də. 3K-nı, yəni K-nı da bilirəm neçədir? 3-ü vuracağım 80-ə, eləyəcək 240. İstəsən o birləri də tapa bilərdim. 1K-dır, yəni 1K-da vuracaqdım 80, eləyəcək 80. 2K-nı desəydi, məsələn, istəsəydi 2-ni vuracaqdım 80-ə, deyəcəkdim ki, 160. İndi məndən bunların heç birini istəmir deyə bir də özümü yormadım. Bu şəkildə yaza bilərəm. Hansı hissəni istəyirsə, onu əsasən yazmış olacaq. Gəldik burada. Amma burada fikir verin, ancaq mütənasib hissə, ancaq mütənasib hissə hamısı bu qayda ilə gedəcək. Dördüncüdə isə deyir tərs mütənasib. Tərs nədir? Yəni ədədin tərsi olaraq bizə verilən ədədi tərsəsinə çeviririk. Məsələn, burada dördüncüdə. Baxın, görürsünüz, tərs sözü var burada. Tərs sözündə verilən bu ədədləri tərs çevirir. Məsələn, 2-nin tərsi olur 2-də 1. 3-ün tərsi olur 3-də 1.
İndi mən bunları bu şəkildə yazıb K atmalıyam. 2-də 1K üstə gəlsin 3-də 1K. Niyə tərs çevirdim? Çünki özü mənə dedi ki, tərs mütənasib. Bərabər eləyəcəyəm 480-ə. 2 ilə 3-ün əkob tapırdı. Qaydaya görə kəsirlər, müxtəlif məxrəcli kəsirlərin toplanmasına görə 6. Bunu 3-ə vurmuşam. 1-i 3-ə vuranda 3. Üstə gəlsin. 2-yə vurmuşam. Çünki 3-ü 2-yə vuranda 6 eləyir. 1-i 2-yə vuranda 2 K qaldı yerində. 480. Toplasam eləyəcək 5. Burada 6 K qaldı yerində. 480. Biz də demişdik ki, K-nın, dostun bu tərəfə çevirəndə tərsə yazırıq. 6-da 5-dir axı. Bu yana çevriləndə olur 5-də 6. 480 ilə 5 ixtisar gedir. Eləyəcək 96. Sonra 96-nı 6-ya vuracağam. Altdan 6 36. 54 var. 576. İş bitirməyəm, xeyr. Burada ancaq K-nı tapmış oluram. İndi baxıram görüm bu məndən nə istəyir? Kiçik istəyir, kiçik tərəfə. Mən bilmirəm bunlardan hansı kiçikdir. Bilmirəmsə əgər hər birini vurmalıyam. Yəni 2-də 1 vurmalıyam 576-ya, 3-də 1-i də vurmalıyam 576. Əgər mən bunların içindən kiçiyi ayıra bilirəmsə, əslində yazıya gəlirsə müqayisə qaydasında demişdi. Əgər surətləri eynidirsə, məxrəci kiçik olan böyük olurdu, amma böyük olan isə kiçik olurdu qaydaya görə. Deməli, surətləri eyni olarsa, məxrəci kiçik olan nədir? Məsələn, bu 2 kiçikdir deyə bu böyük kəsirdir. Bu da kiçik olacaq. Tərsəsinə gedir. Onda deməli, məndən də kiçik istəyirsə, elə mən bunu taparamsa, işim bitəcək. 3 ilə 576-nı ixtisar aparıram, ya da 576-nı elə 3-ə bölürəm. Görək ki, 576-nı 3-ə böləndə neçə eləyəcək? 192. Deməli, cavab elədi 192 hazır olmuş oldu. Kiçik tərəfi istədiyinə görə. İndi gəldi bir dənə də bu tərs mütənasibdən göstərim siz üçün. Çünki ən çətini elə bu tərs mütənasiblər olur. Biraz şagirdləri çaşdıran. Sadəcə K-nı tapandan sonra təslim olmayasınız. K-nı tapandan sonra yerinə qoymağı unutmaq olmaz. Yoxsa yanlış olar cavab. Sənin K-nı bilməyin misalı tapmısan demək deyil. Gəldik. Bu 6-cısını da yaz. 680 ədədini 2-də 1, 4-də 3, 6-da 5 tərs. Deməli, 2-də 1-in tərsin çevirəcəyi 1-də 2, yəni 2 deməkdir. Məsələn, 2-də 1-in tərsi nə olacaq? 1-də 2, yəni bu da nə deməkdir? Elə 2 deməkdir. Sonra, baxıram, 4-də 3-ün tərsi nə deməkdir? 3-də 4. Sonra, 6-da 5-in tərsi nə deməkdir? 5-də 6. Yazdım bunları. Bax, bunlar mənə lazımdırlar. Bunları yazandan sonra indi bildiyinizdə hardan gəldir? Əlavə şeyləri silin buradan, qoy yer qalsın hesablamaq üçün. Çevirməni bildiniz hardan gətirdim. İndi yazacağım bura. Tapmışam axı 2. Onda olacaq. 2K üstə gəlinsin. 4-də 3-ü çevirdim, oldu 3-də 4. 3-də 4K üstə gəlinsin. 6-da 5-i çevirdim, olmuşdu 5-də 6. Yazıram bura. 5-də 6K bərabərdir 680-ə. İndi 3 ilə 5-ci nə çox tapıram? 15. Təbii ki, bu məxrəcində 1 var, nəzərə alınmayıb. Onda nəzərə almalıyam. Deməli, bunu 15-ə vurmuşam. Çünki məxrəcində 1 var idi. 30K 3-ü nəyə vuranda 15 eləyir? 5-ə vuranda. Deməli, yuxarıdakını da 5-ə vuracağam. Eləyəcək 20K. Üstə gəlsin. 5-i nəyə vuranda 15 eləyib 3-ə? Deməli, üstündəkini də 3-ə vuracağım. 18K. Bərabərdir 680-ə. 30, 20 üstünə də 18-i gəlsəm eləyəcək 68. Aşağıda 15. K da qaldı yerində. Burada da 680. K-nı tapmaq üçün demişdik K-nın yanında olanı bu tərəfə çevirəndə tərsəsinə yazırıq. 68 aşağı 15 yuxarıya çıxdı. 68 ilə 680 ixtisar getdi 10 dəfə, bu da getdi 1 dəfə. Cavab elədi K-da 150. K-nı tapdım 150. İndi bu məndən nə istəyir? Böyük ədəd istəyir. Böyük ədəd 2K-dır da, elə deyil. Çünki bunların içində məsələn 2 böyüdür, 3-də 4 böyüdür, yoxsa
5-də 6 böyüdü. Sualın verərsənsə əgər, deyərəm ki, təbii ki, 2 bölü. Yox, əgər tapmaqda çətinlik çəkirsənsə, gərək onda hər birini vurasan. Məsələn, 2-ni də vuraram 150-yə, eləyəcək 300. Sonra o bir dənəsi 3-də 4-dür. 3-də 4-ü də vuraram 150-yə. Bununla bu getdi 5, 50 dəfə. 50-ni vuranda 200. Sonra o bir dənəsi nə idi? 5-də 6. 5-də 6-nı da vuraram 150-yə. Yəni onların hansıdır bilmirəmsə, bir dənə üçün də bir dəfə üçün də vurub, yəni səhv yazmaqdansa yazmaq daha, yəni hər birini yazmaq daha yaxşıdır. O birisi də 5-də 6 idi. 5-də 6-nı da vuracağam 150-yə. 150 ilə 5 getdi 30 dəfə. 6-nı 30-a vuranda 180 almış oldu. Deməli, ən kiçiyi budur, ən böyüyü budur. Məndən də böyüyün istədiyini, yox, bağışlayın, böyüyü ilə kiçiyinin fərqini istəyirmiş, üzrlüsən. Unutmadım axıra qədər oxumamışdım. Onda mən nə edəcəm? 300-dən 180-i çıxacağam, cavab 120-dir. Cavab 120. Çünki böyük ədədlə kiçiyin fərqini istəmişdi. 300-dən 180 çıxanda eləmiş olur 120. İndi gəldik. Bundan əslində danışdım sizin, amma yenə də danışayım. Burada ən gözümüzə çətin görsənənlərdən yazayım. Məsələn, vergüllüdən deməmişəm, elə qoy vergüllüdən başlayayım, birincisindən. Tutaq ki, birdə bizə nə verir? Deyir ki, bizə x-i tapaq. Yəni, x-in dostu, baxaq, orta hədlər, kənar hədlər. X-in dostu 2 oldu. Ona görə x-in dostun atacağım məxrəcə. 2 düşdü aşağı. 0,8-də vuracağım ona. Yadınıza gəlirsə demişdik, vergüldən sonra bir dənə ədəd var. Gəl burası bir dənə vergül. 0 ata bu getsin. 10 ilə 20 ixtisar gedir. 2 dəfə, bir dəfə 10-a. 8 ilə də 2 getdi. 4 dəfə. Cavab elədi 4. Hazırdır. Bax, burada da belə görsən, kənar hədlər orta həddir. Bunlar da bizim orta hədlərimiz. Burada fikir verdinizsə, x ilə 2 dənə ədəd dostluq eləyir. X ilə 2 ədəd dostluq eləyir. Bu da 2 və 14-dür. Yuxarıda olacaq 72 vur 28. 28 ilə 14 getdi 2 dəfə. Sonra 2 ilə də bu 2 getdi. Elə cavab 72-nin özü qalmış oldu burada. Misal bitmiş oldu burada da. Cavab elə 72. Məsələn, dövrlərdən bir dənə göstərim. Bu çarpazdır. Bunu biləcəksiniz. Bax, bu da gedəcək, buna vurulacaq. Əgər bunlar bir-birinə 4-üncüsünü qoydum. Bax, 3x-dən 9 dostluq elədi. Deməli, x-in dostları olacaq 3 və 9. Düşdü məxrəcə. Nə qaldı? 215 vur 21 olacaq. Belə deyək, 215 ilə görüm, hələ 9 gedir, yox, getmirmiş. Onda yaxşı, 21 ilə 3 ama gedir. 7 dəfə, bir dəfə. Rəqəmlərinin cəminə baxdım, 8 eləyir. Ona görə getmir. Onda biz də nə eləyək? 215-i vuraq 7-yə. Eləyəcək 1215-dir. Dedim, bəlkə səhv götürdüm. 5 üstə 1, 6, 6 üstə 2, 8-ə getmədi. Onda başqa bir çarəm yoxdur. Onda yazayım 1505 bölünsün 9-a. İstəsiniz qarışıq ədədə çevirərsiniz, amma istəsiniz deyil, qarışıq ədədə çevirməniz daha faydalıdır. Deməli, gəldik 4-cünü yazdıq. Bunu silirəm artıq. Qoy bunu, üzrlüsən, getdi buradan. Deməli, gəldik 5-ə. Qoy 5-i də buradan yaz. Bax, kənar hədləri kəsirlidir axı. Orta hədləri birinci ayıracağım. Kənar hədlər biri 0,2, yəni dövrdə 2 daha doğrusu. Kənar hədlərin. Biri də 0,5 yazdım. Orta hədlərim x və 2 tam dövrdə 3. Mən indi bu kəsirli olanları, yəni belə deyim, dövrdə olanları qaydasına qoyum da 9-da 2 deməkdir. Bu da 9-da 5 deməkdir. Gəldik. Bu da 2 tam 9-da 3 deməkdir. Amma bunu ixtisar aparandan sonra 3-də 1. Sonra 2-ni 3-ə vurub üstünə 1-i gələcəm. Eləyəcək 3-də 7. Yazdım bunları. Fikir verin, bu x-in dostudur. Bunu daha rahat olsun deyə kəsirli yaza bilərəm əslində. Məsələn, yazaram. 9-da 2 vur 9-da 5. Aşağıda da 3-də 7. Biz demişdik ki, x-in dostu olan məxrəcdə olan tərsəsinə yazılacaq.
9 da 5'dir. Mən də bunu vuracağım. 3 də 7'dir axı. Yazacağım burada. 7 də 3. Tərsəsinə çevrildi. 9 ilə 3 gedəcək 3 dəfə. Baxıram yenə burada ixtisar getmirlər. Getmirlərsə vuraydı bir-birlərinə. 21'i elə bil ki 9'a vuracağım. Aşağıda olacaq 189. Yuxarıda olacaq 2'ni 5'ə vuranda 10. Yəni, getmirsə qalsın belə. Məsələn, cavab qalar belə bu formada. Gördünüz ki, kəsirlidə ayırın. Kənar hədləri, orta hədləri. Bir var gedib kəsirin üstündə ayırıb yanlışa yol verim. Bir var kənarda ayırıram, gedirəm yerində qoyuram. Daha rahat olur mən üçün həll eləmək beləsinə. Yəni, kənar həddi, orta həddi ayırıb gedib yerində qoymağınız daha faydalıdır. Nəinki gedib orada, yəni bir dəfəlik yazasız orada qoyasınız. Çox elementar şeylər sizi çaşdırır. Ona görə diqqətli olun. Gəldik 6-cı çalışmaya. Bunların hamısı bu şəkildədir, digərləri də yazarsınız. Amma bu burada gəldik. Bax, 6-cıda. Bax, birinci adı burada nədir? 2'dir. Onda aya deyəcəyəm 2, amma k atacağım yanına. Çünki onlar ixtisar gediblər, bu qalıb. İkinci yerdə burada B oturub, burada da ikinci yerdə 3 oturub. Onda B-yə də deyəcəyim bərabərdir 3 k-ya. Baxın, fikir verin, burada A, burada da B verib. Onda belə olacaq. 2k A-nın yerinə yazdım. 3k da B-nin yerinə yazdım. Bərabərdir nəyə? 45'ə. Topladım bunları. Elədi 5k. 5k bərabər oldu 5k. Bərabər oldu 45'ə. K hər tərəfi 5'ə bölsəm, elədi 9. K-nı 9 tapdım. Baxaya görə nə istəyir? A-nı soruşur. A-nı soruşursa 2'ni 9'a vuracağım. Çünki K-nı 9 tapmışım, 18. Birdən B-ni soruşsaydı 3'ü 9'a vurardım. 27 yazardım. Yəni fərq eləmirlər. Bunların hasilin, cəmin fərqini. Məsələn, mənə desəydi ki, bax burada görürsünüz fərq deyib. Fərqini tapın. 27-dən 18'i çıxardım, deyərdim ki, 9 eləyir. Bu qədər sadədir, digərlərini də yazarsınız. Məsələn, burada biraz fərqlidir, bax. Bunun üçün qayda demişdik, necə idi? A-nın payı B-də, yəni 3 yazıram. A-nın payı B-dədirsə, onda olacaq 5k. Sonra B-nin payı da A-dadır demişdik. B də bərabərdir, məsələn, bununla əlaqələndirsək, burada 2'dir. Yəni A da oldu, B də oldu 2k. Yenə gələcəyəm, burada yerinə qoyacağam. 5k üstəgəl 2k bərabərdir 56'ya. 7k bərabərdir 56'ya. Hər tərəfi 7'yə bölsəm k bərabərdir 8'ə. Gəlib burada yerinə qoyuram. 5'i 8'ə vuranda 40, çünki k-nı 8 tapmışam. 2'ni 8'ə vuranda 2'dən 8 16. 40'dan görürsünüz bunların fərqini istəyir məndən. Yəni açıq ver. Yəni 40'dan çıxmağımı istəyir 16'nı. 40'dan da 16 çıxanla neçə eləyir? 24. Cavab hazırdır. Olacaqdı 24. İndi gəldi bu 7'yə. 7 də demək olar ki, elə bu formada yazılacaq. Sadəcə bölmə əməlidir də yenə də bu. A-ya deyəcəm 2k, B-yə deyəcəm 3k. Görsən, çünki A surətdədir, surətdə olan, məxrəcdədir, məxrəcdə olan. A-ya deyəcəyəm A, deməli 7'nin birincisini yazıram. A-ya deyəcəyəm 2k, B-yə deyəcəyəm 3k. İndi baxıram görəm bunların fərqini verib mənə. Fərqini verib, yəni 3k B-ni verib də qabaqda. Ona görə B 3k-dır yazdım. A-nı da verib mənə 2k, çıxacağım 2k-nı. Elədi 8. Bax, mən demirəm, bu özü deyir ki, 8 yaz. 3'dən 2 çıxanda k. Yəni 3 dənədən 2 çıxanda bir dənə k qaldı. Qaldı burada 8. Deməli k 8'dir. 2'ni 8'ə vuracağam. 2'dən 8 16. 3'ü 8'ə vuracağam. 3'dən 8 də 24. Baxıram görüm bu məndən nə istəyir? A vurulsun B-ni istəyir. Yəni deyir ki, get 24'ü 16'ya vur. 24'ü də 16'ya vuranda eləyir 384. Hazırdır. Eynən burada da belə. Məsələn, burada əslində B olmalıdır. Məsələn, burada da eynən bu qayda keçərlidir. Yazacağız. Gəldik. Qoy bir dənə də bunlardan göstərim. Məsələn, burada da bərabərdir. A olacaq. Qoy 3'ü də yazım siz. Allah'ım, silim ki burada.
Üçüncü də A olacaq 2. Niyə? Çünki gördüyünüz kimi məxrəcində 2 var. B olacaq. Baxım görüm B-nin məxrəcində nə var? 3. Onda 3K. C olacaq 4K. Niyə belə yazdım? Niyə? Səbəbini deyirəm. Çünki 2K-nı 2-yə bölsəm 2-lər gedəcək, K qalacaq. 3K-nı 3-ü 3-ə bölsəm K qalacaq. C-də burada 4K yazsam 4 ilə 4 gedəcək, K qalacaq. Üçü də gördünüz bir-birinə bərabərdir. Ona görə elə bir ədəd yazmalıyam ki, nisbətləri gedəndə bərabər olsun. İndi baxaq burada. A-ya nə demişəm? 2K. Bax, A-ya 2K demişəm, qabağında da 2 var. Onda olacaq 4K burada. Üstəcə. B-yə demişəm, buradan baxıram. 3K. Onda mən bunun qabağına 3K yazacağım. 3-ü 3-ə vuracağım, eləyəcək 9K. Üstəcəniz. C-yə baxıram, burada 4K demişəm. Bunun da qabağında 4 var. C-nin yerinə 4K yazsam, 4-ü bu 4-ə vursam, eləyəcək 16K. 16K bərabərdir 68-ə. Toplasam eləyəcək 29K bərabərdir 68-ə. Görüm 68 29-a bölünür. Tam bölünmür. Ona görə ki bizdə kəsirli yazaq bunu. 29-da 68 yazır. Çünki ixtisar getmədi, qaldı belə. Məndən C-ni soruşur. C də bu deyildi. Hə, C bərabərdir 4 vurulsun 29-da 68. İxtisar getmir, heç bir problem yoxdur. Məxrəcdə 29 qalacaq. 4-ü də vuracağam 68-ə. 4-ü 68-ə vurub neçə eləyirsə üstündə yazacağım, cavab hazırdır. İstəsiz yenə də deyirəm. Bunu qarışıq ədədə çevirə bilərsiniz. Yəni istəsiz yox, çevirsiz daha faydalıdır. Yəni digərləri də bu formada olmuş olacaq. Nəyin məxrəcində nə varsa onu həmin o K-ya bərabər eləyəcəksiniz. Gəldi indi 8-ciyə. 8-cidə burada biraz şəkil bulanıq düşüb. Bax, 2A-dır, 3B-dir, 4C-dir. Burada A üstəgəl, B üstəgəlcək. Bax, bayaqları gördünüz məxrəcində idi. Məsələn, burada 2A-dır da. Bərabərdir deyək. Burada deyib 3B-dir. Bərabərdir deyək. Burada deyək 4C-dir. Bax, A hərfinə, yəni hərfləri yapışan üçün birinci əkov tapacağım. 2 ilə, 3 ilə, 4 üçün. Neçə eləyəcək? 12. Düzdür. Onların 3-ü üçün də əkov tapıram. Əkovu neçə eləyirsə, qoy bu səfər rəngim başqa cür eləyim. Hamısının əkovu elədi, nəyə bərabər elədi? 12-yə. 2, 3, 4 üçün 12. Bu 12-ni əlavə olaraq özüm məxrəcə yazdım. Niyə? Çünki 7-ci çalışma kimi gərək ki, məxrəcdə olsun. Bax, burada 6. 3 ilə 12 getdi, 4 elədi. 4 ilə 12 getdi, 3 elədi. İndi A olacaq 6K. Niyə? Çünki bax, ayaqları deyim, 6-lar getsin, K qalsın. B olacaq 4K. Niyə? Çünki 4-lər getsin, K qalsın. C olacaq 3K. Çünki 3-lər getsin, K qalsın. K-ların da bildiyiniz kimi hamısı bir-birinə nə olacaq? Bərabər olacaq. Burada yazaydı da. A bərabərdir 6K. B bərabərdir 4K. C də bərabərdir 3K-ya. Gəldik, baxaq bura A üstəgəl, B üstəgəl, C bərabərdir 26-ya. Yazaq onda 6K üstəgəl 4K üstəgəl 3K bərabərdir 26-ya. Topladım elədi 13K bərabərdir 26-ya. K bərabər oldu 2-yə. İş bitdi. Yenə təbii ki, xeyr. Çünki A-nı soruşur məndən, gəlib yerinə qoymalıyım. 6-nı 2-yə vuranda, çünki K-nı 2 tapdım. 12. Məsələn, B-ni soruşsaydı 4-ü 2-yə vurardım 8. C-ni soruşsaydı 3-ü 2-yə vurardım, deyərdim 6. Digərləri də bu şəkildə olacaq. Məsələn, indi burada bir dənə də belə deyim də sizə. B-nin qabağında əslində 1 var, yazılmır da. Çünki biz hərfin qabağında 1 olanda yazmırıq. 4, 1, 2 üçün əkov tapacağıq. 4, 1, 2 üçün əkov nə olar? Elə 4-ün özü olar. Ona görə məxrəcin hamısına 4 atacağım. Attım bu 4-ləri. 4 ilə 4 gedəcək, A qalacaq 1. Yəni A 1K. Yəni 1 olanda da K yazırıq. 1 ilə 4 ixtisar getmir, onda B-nin məxrəcində olacaq 4K. 2 ilə 4 ixtisar gedəcək, burada qalacaq 2K. Yəni C də olacaq 2K. Yenə də toplayacağım bunları. 35-ə bərabər eləyəcəyim. Yəni bunları onda silin bu əlavələri. Bir dənə qalsın seçin yazmağa. Deməli. Bura qədərini götürdük. İndi bunları toplayıb nəyə bərabər eləyəcəyim? 35-ə.
Bunun ardın belə yazır. Deməli, oldu k üstəgəl 4k üstəgəl 2k bərabərdir nəyə? 35-ə. Bunu yazmışam bayaqlar, ona görə bunu sildim. Hə, toplasam bu k'ları 7 k eləmiş oldu. Bərabərdir 35-ə. K nəyə bərabərdir? 5-ə. Baxa görə nəyi soruşur bizdən? C-ni, yəni 2k-nı. 2-ni 5-ə vuracağam. 2-ni vuracağam 5-ə, 10. Hazırdır. Yəni k-nın qiymətini tapmış oldum. İndi gəldik. Bunu yazdım da 2 vurulsun 5 elədi 10. İndi danışıram 10-cu çalışmadan. Əgər baxın, bizə deyərlərsə, deyirəm, yenə qaydaya baxmısınızsa, biləcəksiniz mən nə demək istəyirəm buradan. Hökmən qaydaya da qulaq asmaq lazımdır, sonra da bunu. Mənə deyir ki, 130 ədədini 40%-ni tap. Belə də yazmağınız olar. Yəni 130 ədədini 40%-ni tap. Baxın, məndən nəyi soruşur deyir tap. Deyir 130 ədədinin 40%-ni tap. Elədir. Onda belə çıxır ki, bu 130 100%-dir. Nəyi tap deyir? 40%-i tap. Mən sənə deyirəm, məsələn, qələmimi itirmişəm. Nəyi tap, qələmimi tap. Təbii ki, naməlum olan qələmdir də, yəni. X nə rəngdədir, hansı qələmdir o? Naməlum olan. Naməlumu həmişə bilmədiyimizdə riyaziyyatda X veririk. Sonra bunlar çarpaz vurulur. X-in dostu 100-dür məxrəcə. 130-u da vuracağım 40-a. 0-la 0, bu da bununla getdi. 13-ü 4-ə vuranda deyəcəyəm ki, 52. Amma bu belə də yazıram. Bunu əsasən deyirlər ki, müəllimə belə də yazmaq olar. Təbii ki, olar. 130-u əgər soruşursa 40%-ni tap. Sonra yenə eyni qayda idi. Bu 0 bunu, bu da bunu aparacaq 52. Bəzən çaşdırırlar deyə qaydaları. Məsələn, mənə deyə bilər ki, 40%-i 130 olan ədədlə çaşdıranda mən ona görə bu cür belə formada yazmağı məsləhət görərdim ki, nə uyğundur bilirsən, çaşma ehtimalın daha az olur ki, qruplaşdırmada. Məsələn, qoy baxaq 4-cüyə. Görək 4-cüdə bizdən nə istəyir. Deyir ki, yenə də. İndi burada rahatdır, bilirik ki, hamısının 35%-ni taparam, hamısını yazaram. Məsələn, deyirəm ki, 24,5-i vur %35-ə. Hə, bunu indi bilirəm, hamısı bundandır, darır. Amma məsələ həllərində qarışdıra bilər də, yəni qarışdırmayan da olar, təbii ki, amma qarışdıra da bilərsiniz. Ona görə bunları bu formada yazmağınızı daha məqsədə uyğun görürəm, yenə bilərsiniz siz özünüz. 24,5 ədədin 35%-i tapıram. 35% mənim naməlumdur. Faizin altında olmaq məcburiyyətindədir, ədəd də ədədin altında olmaq məcburiyyətindədir. Yenə çarpaz göndərirəm bunları. X-in dostu 100-dür, çünki tam faizimiz 100-dür axı. 100 oldu burada. 35-i də vuracağım 24 tam onda 5-ə. İndi bu vergili buradan silib bura bir dənə 0 ataram ki, qoy bərabər olsun, işimi daha rahat görüm. İndi deyək, 5-ə gedir, 5-ə gedir. 5-ə getdi 200 dəfə. Bu da 7 dəfə. Sonra yenə bu da 5-ə gedir, bu da 5-ə gedir. Bu 5-ə gedir, 200-ü 5-ə böləndə eləyəcək 40 dəfə. 245-i 5-ə böləndə eləyəcək 49 dəfə. 49 ilə 7 ixtisar getmir, vururam bir-birinə 343, aşağıda da 40 qaldı. İstəsəniz yenə də qarışıq ədədə çevirə bilərsiniz. Gəldik 11-ci çalışmaya. Burada baxım görüm, bir dənə vergilini də dedim, bir dənə kəsirlini demədim. Onda qoy kəsirlidən də deyim, sonra keçim o biri çalışmaya. Onda bunları da silim, kəsirlidən də bir dənə göstərmiş olum siz. Yenə də mənə kəsirlidə nə deyir? 16-da 3 hissəsi təbii ki 100% olacaq. Çünki bunun 30%-ni tapdır. Yenə deyirəm, faizin altında olmaq məcburiyyətindədir. Faizin yeri faizin altıdır və ədəd də ədədin altındadır. X-in dostu nədir? 100-dür. Yenə düşdü məxrəcə. 16-da 3-ü vururam nəyə? 30-a. İndi belə deyəydim davamında. Bu 16 da məxrəcdədir, bu 100 də məxrəcdədir. Ona görə bunlar yan-yana düşəcəklər. 16 vurulsun 100, 3 vurulsun 30. Bu 0, bu 0 apardı. Məxrəcdə qaldı 160, surətdə qaldı 9. Cavab elədi 160-da 9 hazır olmuş oldu. Burada da qarışıq ədəddir. Düzgün olmayan kəsirə çevirərsiniz. 2-ni 5-ə vurub üstünə gəlsək 1-i
eləyəcək 10, 1, aşağıda 5. Bunun nəyin soruşur məndən? 60%-in. Elə gəl bunu %60 belə şəkildə yazaq. 0 ilə 0 getdi. Məxrəcdə nə qaldı? 5 ilə 10. Lap istəsən 10 ilə 6 da gedir ixtisar. 2-yə gedir 5 dəfə, 2-yə gedir 3 dəfə. Onda belə oldu. Yuxarıda qaldı 33. Məxrəcdə qaldı 25. 25-də 33 olmuş olacaq. Gəldik. İndi keçdik 11-ci çalışmaya. Bax, var düzmü tənasib. Yəni, necə düzmü tənasib? Məsələn, çörəyi alıram, tutaq ki, deyirəm, 60 qəpiyə bir dənə çörək. 2 dənə çörək alsam, olacaq 1 manat 20 qəpiyə. 3 dənə çörək alsam 1 manat 80 qəpiyə. Nə oldu? Mən çörəyin sayını artırdıqca, burada çörəyin sayını artırdıqca pul da artır. Bu olur düz mütənasib. Sizə bu düz mütənasibdir, yoxsa tərs mütənasibdir deməyəcək. Bax, əgər sən 10 saata, tutaq ki, özümüzü düşünək. Mən 10 saata 40 dənə test yazıramsa, 60 dənə test yazmışam, onda neçə dənə test vaxt sərf edirəm? Təbii ki, bu düz mütənasibdir. Çünki sualın sayını çox eləmişəmsə, deməli vaxt da çox sərf eləmiş oluram. Onda bunu belə deyəcəm. 10 saat bax. 40 dənə detal hazırlayır. Bax, detaldır axı. Detal detalın altında olmalıdır. 60 detal düşdü bura. Neçə saata bilmirəm axı. Saat saatın altında bilmədiyimə də həmişə x veririk. İşimizə ən gözəl bu görür. X-in dostu 40-dır, göndərdim məxrəcə. 16-nı da 60-a varacam. Çünki niyə belə elədim? Çarpaz getdi. Niyə? Düz mütənasibdir. Ona görə. Düz mütənasibdə həmişə çarpaz formada gedir. 10 ilə 40 ixtisar getdi. 4 dəfə, 60 ilə də 4 ixtisar gedir, 15 dəfə. Deməli, bu 15 saat vaxt sərf edəcək. Yenə də deyirəm, baxın, saat saatın altında olmalıdır, detal detalın altında olmaq məcburiyyəti var. İndi yenə də baxayıq. Burada bir bildiniz məncə hamısında düz mütənasib olacaq. Amma birdən də indi mən sənə sınaq vermişəm. Sən sınaqda bu düzdür, tərsdir, bunu hökmən özün yoxlamalısan. Necə yoxlayacağam? Tutaq ki, yenə də deyirəm. Burada boyadan söhbət gedir. Mən bir dənə divar boyası demişəm ki, sənə tutaq ki, 50 metrin kvadratı gedir. Divarın sayı artdıqca boyanın da sayı artmalıdır axı, azala bilməz. Elə deyil. Bunları həmişə özünüz məntiqlə düşünəcəksiniz. Onda 50 metrin kvadratı 20 kiloqram rəng gedirsə, metrin kvadratları alt-alta düşməlidir. Neçə kiloqram rəng gedir? Çünki bunu bilmirəm. Neçə kiloqram rəngi də rəngin altında olmuş oldu. Çarpaz vurulacaq bunlar. X-in dostu 50. 90-ı da vuracağam 20-yə. Bu 0 bunu aparsın. 20 ilə də 5 getdi 4 dəfə. 9 ilə 4 olmuş oldu 36. Yəni bildiniz, sıfırları niyə aparam? Çünki hər ikisi 10-a bölünür ona görə. Ancaq 0 üçün qayda belədir. Digər ədədlər üçün deyil. Hə? 90-ı elə bil ki 10-a böldüm 9 elədi. 50-ni 10-a böldüm 5 elədi. Sonra 5 ilə də 20 getdi 4 dəfə. 4-ü 9-a vurdum 36 eləmiş oldu. Digərləri də bu şəkildədir. Yenə də 15 dm-nın kubu 60-a oxlanacaq. Dm-nın kubu bunun aşağısında olacaq. Yəni 90 metrin, desimetrin kubu. Hə? Bunun aşağısında olacaq. X bilmirəm. Burada çarpaz 15 məxrəcə yazacağız. Gəldik. Bax, indi burada tərs mütənasib. Niyə? Baxın. Tutaq ki, bir işi görmək istəyirəm. Bir dənə traktor gətirmişəm. Məndə bir dənə xüsusi sahəm var da. İndi eyni sahəm də var. Mən bu 4 dənə traktor gətirmişəm. Bu 80 saat eləyir. Görürəm ki, 80 saat çoxdur da, vaxt çox sərf gedir, vaxt gedir axı 80 saat. Mən traktorun sayını artırıram. Mən traktorun sayını artıracaq, çox traktorlar şumlayacaq axı buranı. O zaman vaxt azalmış olacaq. Bunlar tərs mütənasibdirlər. Məsələn, tutaq ki, belə deyim, mən bir dənə yerə gedirəm. Məsələn, belə düşünün. Bir dənə tutaq biz buradan durub bazara gedirik, məsəl üçün. Ayaqla gedəndə düşünün, neçə saata gedəcəyik yolu. Saat. Sürətimiz çünki azdır. Yol eynidir, dəyişmir burada. Mən neçə saat edəcəm? Niyə? Çünki insan sürəti azdır. Amma mən bunu maşınla getsəm, maşının sürəti insan sürətindən qat-qat çoxdur da. O zaman da həmin o qat nə qədər çoxdursa, o qədər azalmış olacaq. Yəni bunları ancaq özünüz düşünə biləcəksiniz ki, bu tərsdir yoxsa bax. 4 dənə traktordursa 80 saata görürsə, 12 dənə traktor deyir bizə.
neçə saata görə deyirsə, o zaman baxın bunlar çarpaz getməyəcəklər. Niyə? Çünki tərs mütənasibdirlər. Tərs mütənasibdə çarpaz deyil. Yanındakı öz yanındakı ədədə vurulur. Yəni x 12-yə vurulur, 12 olur onun dostu. Çarpaz şəkildə getmir tərsdə. 80-i də vuracağam 4-ə. 4 ilə 12 getdi 3 dəfə. Yəni elədi 3 də 80 saata. Bunu da istərsiniz qarışıq ədədə çevirərsiniz. Daha doğrusu çevirsiniz daha yaxşıdır. Məsələn, fəhlədə də belədir. Məsələn, bu dişli çarxda da eynən belə olacaq. Bunu yazmıram. Məsələn, baxaq, birinci çarx. 28-i birinci çarx budur. Deyəcəksən ki, 28-i oxlayacağam 180-ə. Bu çarxındır deyə, bu da dövründür yazdım. Bu çarx dişindir də, yenə də çarxın dişidir. 12-ni bura yazacağam, x-i bura. X-in dostu 12 olacaq. X-in dostu 12 olacaq. Burada deyirəm, yenə tərs mütənasibdir deyə öz yanındakını. 28-i də vuracağam burada. 180-də həlli qoy sizdə yoxsa saxlayıram. Amma burada da belədir. Fəhlə 80 saat işləyir. Mən fəhlənin sayını artırdım. Fəhlənin sayının iş daha tez bitməlidir. Bu da tərs mütənasibdir. Onda yenə də 80 fəhləyə, yəni 8 f burada elə belə yazılıb. Qoy mən daha bunun altından nə yazım? Həlli sizin qalmış olsun bir dənə. Məsələn, fəhlənin altında 80 belə 20 belə fəhlə. Fəhlənin altında. Deməli 20 gəlib bura düşəcək bu fəhlənin altına. Yazmadım. 20 düşəcək bura. Neçə saata bilmirəm. Saat da saatın altına düşməlidir. Yenə deyirəm, dostlar, bax, tərs mütənasibdə bu şəkildə olur. X-in dostu 20 olacaq məxrəcə. 8-i də vuracağam 80-ə. 80 ilə 20 girəcək 4 dəfə. Deməli, 32 saata görəcək. İnək məsələsi də ilə belədir. 90 günə inəyin sayını artırmışam. Deməli, gün nə olmalıdır? Azalmalıdır. Bu şəkildə davam edəcəksiniz. Gəldik 3-cüyə. Deyir ki, Tərlanın 700 manat pulu var idi. Ya da pulu var. Var olan, əlimdə olan pul həmişə 100%dir. 700-ə deyəcəm 100%. 40%-nə dondurma alıb. Neçəyə alıb bilmirəm, amma 40%-ni alıb dondurma. Dondurma neçəyədir qiyməti? 40%-nə dondurma alıbsa, mənə dondurmanın qiyməti naməlumdur. Ona görə x-i bura düşəcək. X bərabərdir, vuracağam 100-ə. Bax. Burada da 700-ü vuracağam 40-a. 0 bunu apardı, yəni 10-a getdilər də. Bununla da bu getdi. 70-i 40, deməli bu yəqin şirkətçini alıb 280 manatlıq dondurma almış olacaq. Deməli, gəldik. Sinifdə 40 şagird oxuyur. Onların 30%-i əl açıdır. Yenə də sinifdə oxuyan şagirdlərin hamısı nəzərdə alıb baxır. Ona görə də hamısını nəzərdə aldığına görə mən nə diyor? 40-a deyəcəm 100%. 40 olacaq 100%. Aha, 40-a deyəcəm 100. Çünki bütün sinif şagirdlərindən söhbət gedir. Əlaçılar isə bunun yarısıdır da. Yəni yarısı deməyim də bir qismidir. Yəni 30%-dir. Mən əlaçıların sayını bilmirəm. Ona görə x yenə təzədən çarpaz göndəriləcək. X-i 100-ə vuracağam. 40-ı da 30-a. Yəni bu 0 bunu, bu 0 da bunu aparacaq. 4-ü 3-ə vuranda məxrəcdə 1 qaldı. 12 dənə. Olmuş olacaq. Gəldik 13-cüyə. Daha doğrusu 13 deyil, 3-cüyə. Milli Məclisdə 125 nəfər deputat var. Təklif olunan qərara bax, deputatın sayı, bu da deputatın sayıdır. Bütün deputatlar 125 dənədir. Onda, deməli 125 100-ə toplanacaq. 125-ə deyəcəyəm 100%. Çünki bütün deputatlar. 25 dənə deputat. Bax, 25 nəfər deputatdır, faiz deyil. Ona görə deputatların altında yazılacaq. Nəyə uyğundursa onun altında yazılmalıdır. Bunda da deyəcəm x%. Çünki bilmirəm. Niyə? Çünki faizi də özü görürsünüz, soruşur məndən. X çarpaz vuranda, indi bax görürsünüz, x-in dostu bir səfər 125 oldu, məxrəcə düşdü. Sonra 25-i də vuracağam 100-ə. 25 ilə 125 gedir, hər ikisi 25-ə bölünür bir dəfə, bu 5 dəfə, bu bir dəfə, sonra 100-ü də 5-ə böləndə eləyir 20. Deməli, deputatların 20-si səs vermədə iştirak edir.
Burada da eynən belə. Bax, görürsünüz, 60 isə verir, bir də kitabın öz səhifəsi 300-dür. Deməli, bütöv səhifə, kitabın bütöv səhifəsindən danışırıq. Bütöv səhifə 300-dürsə, onda deməli 300-ə 100 deyəcəm. 100%. 300-ə deyəcəm 100%. Sonra 60 səhifəsi oxundu. Bax, səhifə oxundu ya, faiz oxundu demir. Faizi burada yazacağam. Faiz soruşur. Bax, bu səhifə idi. Səhifə səhifənin altında yazıldı. X-in dostu 300-dür. Atdım məxrəcə. 60-ı da vuracağam 100-ə. 60 ilə 300 ixtisar getdi 5 dəfə. Bu bir dəfə. 100-ü də 5-ə böləndə eləyəcək 20 dəfə. Deməli, 20% burada da olmuş oldu. İnsan çəkisinin 10%-i qandır. Çəkisi 80 kiloqram olan adamın. Deməli, burada mənə insanın ümumi çəkisini verib 80. Yəni qanı deməyib ki, onda 80-ə 100% deyəcəyəm burada. Çünki ümumi çəkini verib mənə. 10% qandır. Bax, görürsünüz faizdir. Faiz faizin altında yazılmalıdır. Əsas işimiz elə bundan ibarətdir. X-i də yazdım bura. Çarpaz yenə getdi. X-in dostu elədi 100 məxrəcə. 80-i də vuracağım 10-a. Bu 0 bunu. Bu 0 da bunu apardı. Bir dənə 8. 8 elədi. Məxrəcdə 1 olduğuna görə yazılmadı. Bax, burada da fikir verərsiniz. 120 100%'dir. Çünki bütöv yoldan, yolun ümumi uzunu. Fazil 30 kilometrin gedir. Bax, kilometrdir axı. Faiz deyil. Bax, çox fikir verin buna. Kilometrdir. Bu da kilometrdir. Alt-alta düşməlidir. Bilmirəm neçə faiz sərf edib. Ona görə x bərabərdir. X-in dostu 120 məxrəcə. 100-ü də vuracağam. Təbii ki, 30-a. Deyək ki, 30 ilə 100 gedəcək 4 dəfə. 100-ü də 4-ə böləndə eləyəcək 25%. Deməli, 25%-i qət etmişdir. Gəldik 14-cü çalışmaya. Bax, 14-də bir dənə qəşəng asan yol deyəcəyəm sizə bunun üçün. Bax, dan şəkilçisi, dən şəkilçisi olan həmişə məxrəcdə yazılır. Bax, fikir verin, dan. Bax, görürsünüz, dan. Ya da dən, fərq eləmir. Şəkilçisi yazılanlar həmişə məxrəcdə yazılır. 40 yazıldı məxrəcdə. Bəs yuxarıda nə yazılır? Bu ədəd, böyük ədəddən balacanı çıxıram. İndi burada 50 böyükdür, ona görə 40-dan çıxacağam. 50-dən 40-ı çıxacağam. Elə bir dəfəlik bundan çıxıb yazacağım bura. 10. 50-dən 40-ı çıxanda onu verəcəm 100-ü. Bu qədər. 10-dan 40 getdi 4 dəfə. Bir dəfə 100-ü də 4-ə böləndə elədi 25%. Deməli 25% artıb. Bax, fikir verin yenə də. Buradan da 4-ü yazıram. Sentinerlərdən artırıb 60 oldu. Yox, yenə də dən şəkilçisi 40-dadır. 40-ı yazım aşağıda. 60-dan 40-ı çıxacağam 20. Həmişə böyükdən balacanı çıxır. Əslində modulda yazılmalıdır. Mən daha modulda yazmıram. Deyirəm ki, sizə böyükdən balacanı çıxır. İndi 20-yə gedir, 20-yə gedir. 2 dəfə, 1 dəfə. 100-ü də 2-yə böləndə eləyir 50. Deməli, 50% artım baş verir. Gəldik 15-ciyə. Plana görə müəssisə 500 detal hazırlamalıdır. Plan həmişə 100%-dir. Əgər mən plan qururamsa, məsələn, bir günləri mən sizə tutaq ki, deyirəm ki, sizə 10 dənə misal vermişəm. Bu plandır. Siz ondan əski yazsınız, az görmüş olursunuz. Artıq yazsınız, planı aşmış olursunuz. Yəni, daha artığın yazmağı daha faydalıdır. İndi 500-ü gördünüz də burada. 500-ə deyəcəyəm 100%. Çünki niyə? Çünki plan 100%-dir. Dəqiqə, hə. Plan oldu 100%. Bir dəqiqə silindi buradan. Hə. Deməli, plan oldu. Hə, buradaymış. Deməli, plan oldu. İstəsən. 500'e deyəcəm 100%. Buradadır. 500 100%dirsə, 120% də olacaq x. Niyə? Baxın, yenə təzələrə də oxuyun ki, plana görə 500 detal hazırlanmalı. Yenə dedim, plan nədir? 100%dir. 500 detal hazırlanmalıdır. Bu 100%dir. 120%-in yerinə yetir. Bax, görürsünüz, yenə faizin altında yazıldı. X-in dostu neçədir? 100 məxrəcə getdi. 500-ü də vuracağam 120-yə. 500 ilə 100 getdi 5 dəfə. 5-i də 120-yə vuranda eləyəcək 600.
olmuş oldu. Biraz burada karıştım. Ee, Sonra yine belə burada. Yine de burada ilə keçərlidir. Yine de 240'a diyeceğiz. Bir tanesini de yazın. Bunu biraz kompüter karıştırdı diye. Bir tane de qoy ikincisini de yaz. Deyir ki, mənə 200 plana görə 240 detal hazırlamalı. 240 detal hazırlamalıdırsa, plandırsa bu. Bu 100%'dir. Amma o plandan artıq, yəni 130% yerinə yetirir. Buna da deyəcəm x. X bərabərdir, yenə də x-in dostu 100'dür məxrəcə. 240'ı da vuracağım 130'a. Bu 0 bunu aparsın, bu da bunu aparsın. Ne olacak burada? Burada da 24'ü vuracağım 13'e. Bura 24'də 13'e görə neçə eləyir? 3'dən 4, 12, 1 yadda. 6, 72, 4, bu da 2. 2, 7 üstə 4, 11, 1 yadda. Deməli, 312 detal hazırlamış olub. Bax, bir daha bunun sonunda deyəcəm. 60%, bax, bu özü məni yönləndirir. Bax, özü mənə deyir ki, 60%-i nədir? Deyir 90. Gəl, mən də 60%, əgər 90 deyirsə, 60%-ə 90 deyəcəm. Tam faizimiz 100%-dir axı. Bu da faizin altında olmaq məcburiyyətindədir. Bilmirəm nə, bir dənə boş yer var, o da buradadır da. Başqa boş yer yoxdur ki, bu x-i yazım. Elədir. Yazacağım burada, yenə də çarpaz şəkildə gedəcək. X-in dostu olmuş olacaq 60 məxrəcə. 100'ü də vuracağam 90'a. 100 ilə 60 ixtisar gedir. Yəni 20'yə gedirlər 5 dəfə. 20'yə gedir 3 dəfə. 90 ilə 3 getdi 30 dəfə. Cavab elədi 150. Gördünüz yenə hazır. Bax, yenə də deyirəm, baxın, istərsiniz hansını istəyirsiniz. 80% 160'dır. 80% özü məni yönləndirir. Deyir ki, 80-160'dır. Mən heç bir şey demədim ki, özü dedi. Tam faizimiz həmişə burada yazılır. Bir dənə boş yer var. X buradır. Başqa yerdə yoxdur ki, yazayım ki, deyə çaşaram verdim. X-in dostu baxın 80'dir məxrəcə. 160'ı da vuracağım 100'ə. 160 ilə 80 getdi 2 dəfə. 2'ni 100'ə vuranda elədi 200. Deməli, bu da elədi 200. Gəldi, indi 17'dən danış. 17'də deyir ki, 20 ədədinin, baxın, 20 ədədinin 21-ci gəlir surətdir. 80 ədədinin ədədlərdən ibarətdir. Neçə faizidir? Neçə faizidir? Sualı həmişə 100%-ə vurulmalıdır. 20 ilə 80 ixtisar gedir 4 dəfə, 1 dəfə. 100'ü də 4'ə böləndə eləyir 25. Deməli, 25%-ymiş. Məsələn, burada da yenə 36, 180. 36 birinci gəlib, 180 ikinci gəlib məxrəcdə. Vurulacaq yenə 100'ə. 36 ilə 180 gedir 5 dəfə, 1 dəfə. 100'ü də 5'ə böləndə, yəni ixtisar gedir 5'ə, 20%. 20% olur. Bu qədər. Gördüyünüz kimi bu da daha rahat. Gəldik 18'ə. 18'də baxın, mən deyirəm ki, alma qurudularkən öz çəkisinin 20%-ni itirir. Mənə itirən hal lazım deyil. Niyə? İtirdi də. Mən itirilmişi deyil. Əgər 20%-ni itirirsə, mənə qalanı alma lazımdır. Yaxı, mən almanı yeyəndə onun itirilmiş halından deyil, qalmış halından maraqlanıram. Onda 80% qalır. Niyə? Çünki 100'dən çıxdım, o itirilmiş halı, qalan halını tapıb deyil. 80% qalır. 80% burada təbii ki, olacaq 100%. İndi görün bu mənə nə verib. Əgər təzə alma verərsə, bax, təzə almanın çəkisini verərsə, o zaman burada yazaram. Əgər mənə qurudulmuş almanın çəkisini verərsə, buraya yazacağım. Baxa görə nə qədər təzə alma, nə qədər bilmirəm. Təzə almanın çəkisi burada, qurudulmuş almanın çəkisi də burada yazılır. Kiloqram. X-in dostu 80'dir. Məxrəcə. 60'ı da vuracağım 100'ə. 20'yə gedir, 20'yə gedir 4 dəfə. 20'yə gedir 5 dəfə. 60'ı da 4'ə böləndə 15. 15'i 5'ə vurdum. Eləyəcək 75. Baxın, unutmayın ha.
Mənə itirilmiş halı lazım deyil. Bax, itirib 40%. Neynirəm itirilmiş? Mən heç indiyənə kimi yediyim almadan nə qədər çəki azalıb demirəm, nə qədər qalıbından danışırıq da, tərəziyə də qoyanda qalınmış halını qoyuruq. 40%-ni itiribsə 60% qalıb. Məsələn, 30%-ni itiribsə 70% qalıb. 80%-ni itiribsə 20%. Burada isə alınır deyir. Alınırda itirir demir. Bu alınır. Bu mənə bu lazımdır. Bunda elə 70-in özünü götürəcək. Çünki itirir demir, axı alınır deyir. Onda burada bu olacaq. Gəldik 19-cu çalışmaya. Mağazada deyir 270 kiloqram alma, 330 kiloqram armud var. Onda gəl birinci ümumi. Baxın, məxrəcdə həmişə ümumi hal yazılır. Faiz olaraq da 100%. Yəni görək məxrəcdə 270 ilə 330-un cəmi yazacaq. Baxa görə bu məndən nəyi soruşur? Armud. Armud nə qədərdir? 330. Yuxarıda bir də 330 yazdım. Niyə? Çünki armud dedi mənə. Alma desəydi 270 yazdı. Vuracağım 100-ə. Aşağıda toplasam bunları eləyəcək 600. Burada da 330 vurulsun 100-ə. Bu sıfır bunu, bu da bunu aparacaq. 330-u da 6-ya bölək. Deməli 55%. Deməli 55% armuddur. Digəri də belə. Bunları toplayıb aşağıda yazacaqsınız. Çünki ümumi çəki həmişə görsə tam çəki aşağıda yazılır. Çünki tam faiz də aşağıda yazılır. Məxrəci də yazıldığı üçün. Tam faizi tapmalıyam. Tam çəki də mənə məlum olmalıdır. Toplayacağım bunları. 500 eləyəcəm. Məsələn, məxrəcdə. Baxıram burada məndən nə istəyir? Alma. Almanın çəkisinə baxıram. 140 yuxarıda. Vuracağım 100-ə. 100 ilə 500 gedəcək 5 dəfə. 140-ı da 5-ə böləndə eləyəcək 28. Deməli 28% almadır. Digərlərini də bu şəkildə yazarsınız. Onsuz 2 dənəsini yazmış olmuşam burada. Gəldik 20-ciyə. 20-ci çalışmaya. Deyir ki, ölkə əhalisi 1 il ərzində 9% artaraq. Tam faizimiz 100-dür axı. 100%. 9% artdısa 109% oldu. Faiz olarak 109 oldu. Ama artarak 9% artarak 327 bin olmuş oldu. Deməli faiz olarak 109 olur. Ama ədəd olarak ise 327 min olur. İndi baxıram burada. Tam faizi təbii ki biz demişdik ki faizin altında yazılmalıdır. 100% deməli burada yazılacaq. Bilmirəm neçə nəfər olur. Bu da məxrəcdə. X-in dostu. Baxıram 109'dur. Məxrəcə 100'ü də vuracağam 327 minə. 327 mindən 109 ixtisar gedir 3000 dəfə. Bu da bir dəfə. 3000'i də 100'ə vuranda bir dənə deməli 3 dənə 0 burada var, 2 dənə də burada var. Elə də 5 dənə 0 yazmış olacağam. Yəni 300 bin olmuş oldu. Eynən bu da belə. Eynən bu da belə. Bir dənə də bundan yazıram. Bir dənə də yaza görək. Deməli 10% artdı. Tam faizimiz yenə deyirəm 100'dür. 10% artdı 110 oldu. Mən faiz olarak 110 deyirəm. O da ədəd olarak 880 deyir. Onda 110'a faizə deyəcəyim 880. 100%'ə də deyəcəyim x. X'in dostu 110'dur. 100%'ə də deyəcəm 880. Bununla bu hələ tam-tamına gedir. 8 dəfə deməli 800 nəfər olmuş. 800 ton olmuş olur. Yenə dedirəm. Hamısında da bu şəkildə olmuş olacaq. Gəldik. Aha. Bunun birincisini yazmayasınız. Çünki dəzgah məsələsidir. Birincisində biraz rəqəm problemi olacaq. Gəldik ikincidən danışaq. Turist yolun 25 kilometrini getdikdən sonra 25% qaldı. Bu getdidir, gedib. Bu qaldıdır. Bax, faizin getdisini bilmirəm axı. Bunlar əlaqəli deyirlər. Burada faiz. Əgər yol da tam olaraq 100%-dən ibarət deyil. Əgər bunun 25%-i qalıbsa, deməli onda 75%-i gedibdir. Bu da getdi faizi mənə maraqlı idi burada. Çünki qaldıya əsasən getdini tapdım. Niyə? Çünki yol özü 100%-dən ibarət olmalıdır.
Əgər 100-ün 25% qalıbsa, deməli getdisi 75-dir. Bu da getdidir, bu da getdidir. İndi əlaqələndirə bilərəm bunları. Çünki əlaqələndirərək deyə bilərəm ki, bunu 75% mən deyirəm faiz olaraq gedib, o da deyir ki, ədəd olaraq 25%, 25 kilometr gedib. Bu da kilometrlə deyir. Faiz faizin altında yazılmalıdır. Burada da x yazacağım, çünki ümumi yolu tapmaq istəyirəm. X bərabərdir, x-in dostu 75-dir məxrəcə. 100-ü də vuracağam 25-ə. 100 ilə 75 ixtisar gedir. Bir dəfə, 3 dəfə. Bu da alacaq, indi çevirmək istəsə 3-də 100-dür. İstəsiz yazarsınız 30, 3 tam 3-də 1 kimi də yaza bilərsiniz. Yenə də belədir, bax. Bu deyir ki, satıldı 60%. 60% satılıbsa, çəki olaraq nə qədər satılıb bilmirəm. Baxın, qaldı. Nə qədər, neçə ton? 300 ton. Faiz olaraq 60% satılıbsa, deməli 40% qalıb da. Sən 30 ilə 40-ı əlaqələndirib 100-ə də x deyəcəksən. Hazır olmuş olacaq. Qoy bir dənə də bundan da göstərim. Yenə də bir dəfə də izah verəcəm, yenə də bax. Tam faizimiz 100-dür. Tam faizimiz 100-dür. Əgər meyvələrin 60%-i satılıbsa, 40%-i qalıb. Bax, satıldığının rəqəm verməyib axı mənə. Ona görə mən bu satıldıdan heç bir iş görə bilmirəm. Amma qaldıdan mənə rəqəm verib. Deməli, mən bunu qaldı ilə əlaqələndirsəm, 300 ton meyvə qalıb deyir, o meyvənin kiloqram olaraq qaldısını deyir. Mən də faiz olaraq deyirəm ki, 40% qalıb. Ümumi çəksə meyvənin bilmirəm nə qədərdir, amma 100% də faizin altında olacaq. Çünki faiz 100% yazıldı bura. Faiz faizin altında. X-in dostu 40-dır, düşəcək məxrəcə. 300 də vuracağam 100-ə. Deyək ki, bu 0 bunu aparsın. 30 qaldı burada. 100 ilə də 4 getdi 25-dir. Deməli, 30-u da 25-ə vuranda 750. Deyərəm ki, 750 ton meyvə var idi. Amma desəydi ki, məsələn, nə qədər qaldı ambarda meyvə satılandan sonra 750-dən bu 300-ü çıxaram deyirəm. Məsələn, burada belə deyir. Deyir, usta planın 40%-ni yerinə yetirdikdən sonra 300 dənə dəzgah qaldı. Bu faiz olaraq yerinə yetirilib. Yerinə yetirilib, amma burada qaldıdır. O zaman 40%-i yerinə yetirilibsə, deməli 60%-i qalıb. Deməli 300 demək 60% deməkdir. Qoy elə bundan da yazım bir dənə. Yenə də əlaqələndirəcəyik bir-biri ilə ki, daha rahat olsun. Dəzgah yenə deyirəm, baxın, yerinə yetirib. Mənə yerinə yetirənin ədədini verməyib, mənə qaldının ədədini verib. Ona mən də faiz olaraq qaldıya baxacağam. Əgər 40%-in yerinə yetiribsə, 40%-in yerinə, qaldıda 60%-i qalıb da. Onda 60%-ə deyərəm 300, faiz faizin altında yazılmaq məcburiyyətindədir. 100%-ə də deyəcəm x. Çarpaz göndərirəm. X-in dostu 60 məxrəcə, 300-ü də vuracağam yenə 100-ə. 300 ilə 60 gedəcək 5 dəfə. Deməli 500 dənə 500 dənə dəzgah hazırlamalıdır. Amma bu gör nə deyir axırda? Məni çaşdırmaq istəyir. Usta neçə dəzgah düzəltməlidir ki, plan bitmiş olsun. Amma bunun indi 300 dənəsini yox, bunu deməyəcək. Yəqin ki, usta neçə detal düzəltməlidir deməlidir. Amma biz də deyirik ki, 500 dənədir. Çünki elə 300 dənə məsələn, məsələdə elə belə olardı. 300 dənə görsəydi ki, plan bitmiş olacaq. Eynən digərləri də bu şəkildə davam eləyəcək. Gəldik 22-yə. Bax, burada da deyir ki, müəssisə il ərzində 480 ton məhsul istehsal edərkən planın 80%-ni yerinə yetirmişdir. Bax, 480 ton məhsul istehsal edib, bu da 80%-dir. Yerinə yetirdi. Bunu da yerinə yetirib, bunu da yerinə yetirib. Onda deyəcəm 480-ə deyəcəm 80%. 100% üçün gəzirəm. Çünki plana görə. Plan həmişə 100%-dir. Buna da deyəcəm x. Planı soruşur məndən 100%-i yəni. X-in dostu 80-dir bura. 480-i vuracağam 100%-ə. 480 ilə 80 gedəcək 6 dəfə. Deməli 600 əslində istehsal eləməli idi. 600 məhsul istehsal eləməli idi. Bax, yenə də deyim.
Təmir tikinti briqadası il ərzində 24 ev təmir edərkən planın 35%-ni yerinə yetirib. Onda belə çıxır ki, 24-ə 35 deyəcəm. Çünki deyir ki, 24 dənə ev təmir eləyib, bu da 35%-dir. Yetirmədi desəydi, bunun əksi saylardı. Onda 65-i götürərdim. Amma bunlar bir-birlərindən əlaqəlidir. Yəni də bu şəkildə göstəriləcək. Gəldi 23-ə. Daha bununla yazmıram, çünki bunlar hamısı bu şəkildə. Deməli, usta nahara kimi 60 detal hazırladı ki, bax, hazırladı ki, bu da 80%-dir. Özü məni yönləndirdi. Deməli, 60 dənə detal hazırladı ki, deyir, bu da 80%-dir. Yenə 100%-i aşağı yazacağım. X-in dostu 80 məxrəcə düşəcək. 60-ı da vuracağım 100-ə. Gəl deyək ki, hər ikisi 20-yə gedir, 20-yə gedir 4 dəfə, 3 dəfə. 100-ü də 4-ə böləndə 25. Deməli, bu 75 dənə detal hazırlanmalıdır plana görə. Usta neçə detal hazırlamalıdır ki, plan bitmiş olsun? Yəni, 60 dənə detal idi axı. Hazırlayıb ki, 75 dənənin 60-ını hazırlayıb. Onda 15 dənə detal hazırlasa planı bitmiş olacaq. Eynən digərləri də bu formadadır. Mənim üçün yönləndirib bu. Gəldi yenə də maya dəyəri 1200 manata olan məhsul 1500 manata satılarsa neçə faiz gəlir əldə edir? Maya dəyəri həmişə məxrəcdə yazılır. Yəni, maya dəyəri nə qədərdir? 1200. 1500. Yəni, satdığı qiymətdə ya da ziyan elədiyi də fərq eləmir. Mən burada baxın, azı demirəm, amma məxrəcdə yazılır. Maya dəyəri məxrəcdə yazılır və vurulur 100-ə. Deyək ki, sıfırları getdi bunların. 15 ilə 12 də getsin. 4 dəfə 15 3-ə gedir. 5 dəfə, hər ikisini 3-ə böldüm elə bil ki. 100 ilə də 4 gedəcək. 100-ü 4-ə böləndə 25. 5-i 25-ə vuranda eləyəcək 125. Tam faizimiz, təbii ki, faiz olaraq. Burada da faizə vurmuşam. Tam faizimiz 100-dür axı, amma burada görürsünüz 25 dənə artıqdır. Deməli, onda bu 25% gəlir əldə eləyib. Yenə də belə. Bu şəkildə olacaq. Yəni 25% gəlir əldə edib. Yəni yenə də deyəcəm. Maya dəyəri 800-dür. 800-ü aşağıda yazacağam. 1000 manata satılıb. 1000 manatı yazdım yuxarıda və yenə də 100-ə vuracağam. Çünki tam faiz olaraq 100-ə vurulub. Belə deyək, bu sıfırlar getsin. 10 ilə 8 ixtisar gedir 2-yə 4 dəfə, 2-yə gedir 5 dəfə. Yenə də 25 oldu ki, bu da 100 ilə də 4 getdi 25 dəfə. Yenə 5-i 25-ə vuranda yenə 125% elədi bu da. Tam faizimiz 100-dür, amma bu 125-dir. Onda 125-dən tam faizimizi çıxar. Yenə də gördüyünüz kimi 25% gəlir əldə eləyib bu. Digərləri də budur. Qazancdır, gəlirdir. Bunlar həmişə tam faizdən yuxarı şəkildə olur. Gəldi indi 25-ə. 40 manata alınan mal, 40 bağışlayın, 40 deyil, 4000 manata alınan mal 25% qazancla satılıb. 25% qazancdırsa onda deməli 125 hissəsi lazımdır. Biz də onda 4000-ə alınan maldırsa 100% deyəcəyik. Dedik, maya dəyəridir, alınan maldır. Onlar 100% olur. Faizin altında yazılmalıdır. 125%-ə satılır. Burada da x-in dostu 100-dür, düşdü məxrəcə, çünki çarpaz gedir. 4000 də vuracağım 125-ə. Belə deyək, bu 0 bunu, bu 0 da bunu apardı. 40-ı 125-ə vuracağım 6000. Deməli, 40.000-ə almışdısa 6000-ə satılır. Digərləri də bu şəkildə 25-də olacaq. Bunları sildim, gəldim ziyan. Bax, bayaqdan xeyirdən danışırdı. Gördük 100-ü aşırdı. İndi 100-dən aşağı olacaq. Əgər 12% zərər eləmişəmsə mən, tam faizimiz 100-dür axı. Zərər eləmişəmsə 12% zərər eləmişəmsə 100-dən 12-ni çıxacağam, eləyəcək 88%. Onda 3000 manata alınan yenə maldır. 3000 manata alınan mal həmişə 100% olur. 88% tapdıydı, gördük, zərər eləmişəm. Ona görə 88-i qaldı mənim üçün. Görüm hələ neçəyə satmışam bunu. Deməli, x-in dostu 100-dür.
məxrəcə 3000-i də vuracağam 88-ə. Bu 0 bunu aparsın, bu 0 bunu aparsın. 30'u vuracağım. Yəni bir dənə 0 attım bura. 3'dən 8 24, 2 yadda. 3'dən 8 yenə 24, 2 yadda da var da. 2640 manata satılıb. Görürsünüz nə qədər qaldı bunun üçün. Bax, eynən belədir. 15% zərər eləmişəmsə 100-dən 15-i çıxacağam. Eləyəcək 85%. 85%-ə x deyəcəksən, 100 buna da 100% deyəcəksən. Sonra tapacaqsan. Eynən buradadır. Baxın, burada biraz sual dəyişib. 20% bu gəlirin qiymətini yazır. 27-də gəlirin qiymətini yazır bu. 20% gəlir, yəni 120%. 240 manatdır. Onda 120% satılıb da 120-yə deyəcəyəm 240. Çünki bu gəlirdir. Faizin altında olmalıdır. Alış qiyməti həmişə. Yəni mən gedirəm malı alıramsa, o ya da satır belə deyim, maya dəyəri həmişə onlar 100% olurlar. Buna da deyəcəm x. X-in dostu gördüyünüz kimi 120-dir. Atacağam məxrəcə. 100-ü də 240-ı da vuracağam 100-ə. Deyək ki, 240 ilə 120 gedir 2 dəfə, 2-ni də 100-ə vursam, deməli bu 200 manata malı alıb 240 manata satıb və buradan da 40 manat gəlir götürüb. İndi burada da belədir. 125-ə 300 deyəcəyəm. 100%-ə x deyəcəm, tapacağam. İndi burada da buna oxşuyur, amma burada zərərdir. Gəlir əldə eləmək demək, faizin üstünə gəlmək. Ziyan deməksə 100-dən 18-i çıxacağam. Yenə deyəcəm 88%. 88%-ə 164 deyəcəm. Ziyan eləyib. Görək, neçəyə almışdı ki malı, əmtənin aldığı qiyməti soruşur məndən. Yəni 100% soruşur. Buna da x deyəcəm. X-in dostu 88-i attım məxrəcə. 100-ü də vuracağam 164-ə. İndi 164-lə görək hələ 88 ixtisar gedir, yoxsa yox. Belə deyək, 100 ilə 88, 88 deyil, üzülürsən, 82 olmalıdır deyirəm. Baxın, niyə ixtisar gedir. Çünki 100-dən çıxdım axı bunu. 82 deməli idim burada. Burada da bunu düzəldim. Onda nə qəşəng getdi ixtisar. 82 ilə 164 getdi. 2 dəfə 100-ü də 2-yə vurdum. Hə, deməli 200 manatı alıb. Bu 100 getməmişdi. Bayaqları seçmiş. Yenə zərərlə deyir. Zərərlə satılıbsa, zərərlə 100 zaten onda bu 60% qalıb da. Zərər. Mən zərəri maraqlandırmır. Əlimdə qalan pul maraqlandırır. 60%-ə deyəcəm 120. 40% gəlir deyir. Onda bu da 140 deməkdir. 140-a da deyəcəyəm faizin altında x. Çünki faizlə olan soruşur. X-in dostu 60-dır məxrəcə. 120. Mən 100%-i burada tapmadım. Neçəyə satıb mən üçün maraqlı deyil. Daha rahat olsun mən üçün deyil. 120-ni də 140-a vuracam. 120 ilə 60 getdi 2 dəfə. Deməli bu 280 manata satacaq. Yenə 100-dən 15-i çıxacağam. Bu birincisi idi. Burada yazdım. Bu ikincisini də burada yazdım. Bu birincisidir. Bu biraz çox dedim ona görə. 15% zərər eləmişəmsə, onda 85% qalıb mənə. Və bu da 255-dir. Sonra, əgər 24% gəlir əldə eləmişəmsə, onda bu 124-dür. Çünki faizin üzərinə gəldi. Bunda da x yazacağam. X-in dostu 85. Məxrəcə 124-ü də vuracağam 255-ə. Elə bilirəm 3-ə gedir, bu da 3-ə gedir. 85-ə gedir, bu da 85-ə gedir 3 dəfə. Qoy bunu ayırım buradan. 124-ü də 3-ə vursam 12, 1 yadda 7, 372 eləməlidir. Deməli, 372 manat. İndi mən gedib buradan 100-ü tapıb, bir dəfə də gedib 124-ü tapardım. Biraz özümü yormadım. Daha qısa olsun deyə bu şəkildə yazdım.